Media Doktor, sağlığın varlığındır. Hər vaxtınız xeyir olsun. Media FM'in efirində Media Doktoru dinləyirsiniz. Unutmayın ki, sağlığınız varlığınızdır. Bugün 14 noyabr tarixi Ümumdünya Səhiyyəsində diabetlə mübarizə günü kimi yaddaşlardadır. Elə bugün də aparıcınız mən Sona Bunina və həkim müsahibim endokrinoloq Hafizə Vəlizadə ilə biz şəkərli diabetdən, onun ağırlaşmalarından və müalicə üsullarından danışacağıq. Odur ki, dinləyicilərimiz diqqətli olsunlar. Bizimlə əlaqə saxlamaq istəyən dinləyicimiz 055 999 1055 nömrəsi ilə əlaqə saxlaya bilər. Mən vaxt itirmədən istəyirəm doktorumuzla müsahibəmizə başlayaq və ilk sualımı artıq ünvanlayım. Hafizə xanım, xoş gəldiniz. Xoş gördük. Hər vaxtınız xeyir olsun. Doktorumuz Ellab Diaqnostik Klinikasında çalışır. Müraciət etmək istəyənlər endokrinoloqumuza adını birazdan nömrə qeyd edəcəm. Həmin nömrə vasitəsilə əlaqə saxlaya bilərlər. 051 255 57 00 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Doktor, əslində biz endokrinoloq deyəndə niyəsə insanlar sırf şəkər həkimi deyə müraciət eləyirlər. Sizə halbuki bu belə deyil. Orqanizmimizdə sözün əsl mənasında bizə dirijorluq eləyən hormonlarımızı müalicə eləyən həkimlərsiniz. Bəli, təəssüf ki, insanlar arasında belə bir yanlış anlaşılma var. Hətta deyim ki, bizdən soruşurlar ki, məsələn, siz nə həkimisiniz? Deyirik endokrinoloq, bəzi xəstələr onu bilmir. Deyirik endokrinoloq nəyə baxır? Şəkər, zob deyirik, aydın olur. Şəkər və zob həkimiyik. Yəni bu şəkildə təqdim edirik özümüzü. Amma təbii ki, hormonlar çox geniş spektrdadır. Ümumiyyətlə endokrinologiya da çox geniş bir sahədir. Bəli. Yəni biz bir çox hormonlarla məşğul oluruq. Böyrək üstü vəzi hormonları, cinsi hormonlar, sümük xəstəliklərinə belə baxırıq, hipofiz hormonlarının xəstəliklərinə. Yəni əslində çox geniş spektrli bir sahəmiz var. Bu arada Hafizə xanım Tibb Universitetinin rezidenturasını keçib Hacəttepe və Ankara Tibb Universitetində isə təkmilləşməni bitirib. Bu da diqqətinizdə olsun. Son dövrlər doktorlarımızın əksəriyyəti bu sahədə peşəkarlaşmaq üçün, daha dərin biliklər almaq üçün qardaş Türkiyəyə üz tuturlar və orada belə deyək, biliklərini daha yaxşı möhkəmlədəndən sonra ölkəmizə qayıdırlar və xalqımıza xidmət eləyirlər. Doktor, biz bugün yenə də hormonlar böyük bir spektr olsa da şəkərli diabetdən danışacağıq. Çünki bu dünyada artıq pandemiya adını alıb. Yəni artıq həkimlər bunu pandemiya kimi səsləndirirlər ki, bu dərəcədə çoxalıb. Doktor, şəkərli diabetin öncə qısaca bir yaranmasından danışaq. Niyə şəkərli diabet olur insan? Bir də ki, bu şəkər önü vəziyyət deyirik. Yəni o nə deməkdir? O da mı şəkər deməkdir, yoxsa şəkər qapıdadır mı deməkdir? Bəli, çox gözəl bir sualdır. İlk öncə şəkərli diabetin necə yaranmasını bilmək üçün biz normal şəkər regulyasiyası bədəndə necə gedir, onu bilməliyik. Bədənimizdə mədaaltı vəz deyə bir vəz var, oradan insulin deyə bir hormon əmələ gəlir. Bu insulinin əsas işi qanımızdakı şəkəri orqanlarımıza daxil eləməkdir. Bir növü gedib orqanlarımıza birləşir. Bəli. Nə mənada deyim? Gedib orqanlarımıza birləşir və bir qapı açır şəkərin orqanlara daxil olması üçün. Ki, orqanlarımız da şəkərdən enerji mənbəyi kimi istifadə eləsin. Amma bəzən bu proses pozulur. Bu da şəkərin tipindən asılı olaraq dəyişir. Məsələn, birinci tip şəkərli diabetlərdə bu insulin ümumiyyətlə olmur. Ona görə də insulin... Daşıyıcı ümumiyyətlə yoxdur. Bəli, yəni tam olaraq daşıyıcı deməyək də, gəlib orqana birləşib o qapını açan yoxdur. İnsulin olmadığına görə qapı açılmır, şəkər də orqanlara daxil ola bilmir. İkinci variantda isə, yəni ikinci tip şəkərli diabetdə isə... Şəkərin düşdü dediyimiz odurmu? Yəni əslində norması qədəri orqanlara daxil olmalıdır. Hamısı daxil olmalı deyil. Qanda da bir miqdar qalmalıdır. Yəni onun norması belə bədən tərəfindən tənzimlənir. İkinci tip şəkərli diabetdə isə insulin var, amma orqanlar onu tanımır. Ona qarşı müqavimət göstərir. Yəni gəlir orqanlara birləşir, amma orqanlar qapını açmır şəkər üçün. Yəni belə sadə dildə belə izah edə bilərik. İnsulin müqaviməti dediğiniz... Ona görə dediğiniz... biz müayinələrdə qanda baxanda şəkər var, toxumada yoxdur. Elə mi olur? Yoxsa əksinə mi olur? Toxumanın daxilindəki şəkərə
baxmaq laboratoriya şəraitində çox da mümkün deyil. Biz qandakı şəkərə baxırıq. Orada ölçürük hər şeyi. Sadəcə bu insulin müqaviməti dediyimiz məsələ məhz o dediyiniz burada başlayır. Çünki insulinə qarşı müqavimət var. Yəni insulin istəyir ki, şəkər daxil olsun orqana, amma daxil ola bilmir və bədən də bunu aşmaq üçün daha çox insulin yaradır ilk vaxtlarda. Ki bəlkə mən insulin çox yaratsam, insulin bir şəkildə o qapını açmağı bacarar. Amma ordunu çoxaldır. Bəli, onu çoxaldır. Bəli, ona görə xəstələr deyir ki, insulin rezistentliyim var, mənim insulinim yüksəkdir. Və bu dönəmdə artıq o şəkərə meyllik, gizli şəkər dediyimiz hissə yavaş-yavaş başlayır. Doktor, çox maraqlıdır ki, bir neçə xəstəlikdə həkimlərimiz danışanda eyni tendensiyadır. Orqanizm özünü qorumaq üçün daha çox işləyir, əksinə problem yaranır. Bəli. Çox maraqlı bir şeydir. Orqanizmi qoruma mexanizmidir. Eyni ilə. Bütün orqanlarımızın belə bir kompensasiya funksiyası var. Yəni ilk vaxtlarda çalışırlar ki, özləri o prosesi məhdudlaşdırsınlar. Amma bu bir yerdən sonra fayda eləmir və orqanizm də tükənir. Tükəndiyi zaman artıq xəstəliyə əmələ gəlir. Necə bizim üçün savaşır sözün əsl mənasında orqanizmimiz bizi xilas eləməyə çalışır ki, bir şeylər düz getmir. Və bu sırada insanda hansı əlamətlər meydana çıxır, doktor? Məsələn, bu çarpışmada, bədənin verdiyi bu mübarizədə nə baş verir? İnsan nə hiss eləyir? İlk vaxtlarda insanlar şəkərli diabet təzə başlayanda, xüsusən də yavaş şəkildə başlayanda bir şeylər hiss eləməyə də bilər. Biz bunu xəstələrə həmişə vurğulayırıq ki, şəkərli diabetin çox tipik əlamətləri var. Kimdən sorsaz deyər, istiyə tez-tez getmə, tez susuzluq hissi, ağız quruluğu hissi, amma bunlar olmaya da bilər. Çox təzə-təzə gizli şəkildə də ola bilir bəzi şeylər ki, xəstə heç bunları hiss eləmir. Amma zaman keçdikcə artıq vəziyyət aşkar olmağa başlayanda artıq o halsızlıq, yorğunluq, yavaş-yavaş həyat keyfiyyətinin düşməsi bu şeyləri xəstələr hiss eləməyə başlayır. Ona görə deyirik ki, gizli irəliyə bildiyi üçün də profilaktik yoxlamalar şərtdir. Çünki şəkəriniz ola bilər, amma sizin bundan xəbəriniz olmaya da bilər. Doktor, hətta çox yaxın adamlardan biri özü etiraf edir ki, təsəvvürləyin nə hal yaşayıb. Deyir, hər dəfə mən elə bilirəm ki, təzyiqim qalxır, təcili yardım çağırırıq, təzyiqim ölçülür, təzyiqimə görə müdaxilə olunur. Sən demə, deyir, fonda mənim şəkərim qalxırmış. Bəli. Mən deyir, uzun müddət deyir, hətta deyir, təcili yardım da deyir, anlamır ki, nə baş verir. Yaxşı, biz bu təzyiq qalxıb həqiqətən təzyiqi endirmək üçün bir müdaxilələr elədik. Yaxşı, vəziyyət niyə düzəlmir? Sən demə, deyir, mən deyir, bir dəfə efirə, hətta o zamanlar tibbi veriliş aparırdım, deyir, bir dəfə özü etiraf edir, deyir, verilişinə baxırdım. Gördüm, deyir, şəkər həkimi deyir elə. Gördüm, deyir, şəkər həkimi sadalayan əlamətlərin hamısı məndə var. Dedim, bəlkə mən şəkərəm. Deyir, elə veriliş bitər-bitməz deyir, qalxıb getdim analiz verməyə, fantastik rəqəmlərdədir şəkər. Baxdım ki, deyir, sən demə, deyir, məni sözün əsl mənasında bayılmama səbəb olan, məni çox pis vəziyyətə salan mənim şəkərim imiş. Hətta bir maraqlı bir şey də deyim sizə. Bəzən olur ki, məsələn, pasiyentlər bizə müraciət eləyir. Biz onların şikayətini soruşur ki, nə şikayətiniz var? Deyir, heç nə, belə bir şikayətim yoxdur. Amma sonra bir soruşanda şikayətləri ki, məsələn, halsızlığınız varmı? Deyir, bəli, var. Siz deyə tez-tez gedirsinizmi? Bəli. Bunun da səbəbi bilirsinizmi, doktor, niyə? Çünki insanlar onu özləri üçün əlamət hesab eləmir. Bəli, öyrəşirlər. Problem də budur. Yəni o qədər uzun müddət olur ki, o şeydən əziyyət çəkirlər ki, elə bilirlər, elə belə də olmalıdır. Amma belə olmalı deyil. Bəli. Öyrəşmə halı da ola bilir pasiyentlərdə. Mümkün elə bir şey. Doktor, şəkərli diabeti üzər çıxarmaq üçün bugün həkimlərimiz bir neçə variant deyirlər. Əslində insanlar bu məsələdə biraz çaşbaş qalırlar. Nə bilim, toxuma şəkəri deyirlər, qanda insulini yoxlayın deyirlər, qanda şəkər yoxlansa, nə bilim, bu kart testlərlə yoxlamalar var, 3 aylıq şəkər var, insulin dirənci var. İnsanlar çaşbaş qalır, yəni ki, bu nə məsələdir. Bu analizlər nə üçün lazımdır? Hansı mərhələdə hansını keçirik? Bəli, bu da həqiqətən çox aktual bir sualdır. Şəkəri yoxlamağın bir neçə metodu var aktual. Biri kapilyar qanla yoxlanılandır. Yəni o
dediyiniz kart testləri ilə. Bir başqa test var, oral qlukoza tolerantlıq testidir. Burada şəkər içilir və şəkər yükləməsi. Şəkər yükləməsi və növbəti saatlarda şəkər baxılır. Bir də glikohemoglobin dediyiniz, yəni 3 aylıq şəkəri ölçən bir test var. Biz əsasən bunların üçündən istifadə edirik. İnsulin rezistentliyi analizi çox populyar bir analizdir. Xəstələrimiz də xoşlayır o analizi verməyə. Amma mən deyim ki, diaqnostikada çox yüksək yeri varmı? Yox. O qədər də yoxdur. Eləmi? Əslində bəli. Yəni biz şəkərli diabetin diaqnozunu qoyuruqsa, burada əsas istifadə elədiyimiz glikohemoglobin və şəkər yükləmə testidir. Kapillyar qandan olan yoxlama, yaxud da ki, tək dəfəlik gedib laboratoriyada bir dəfə analiz veririk. O çox da informativ olmaya bilər. Yəni o çünki adı üstündə tək dəfəlik bir analizdir. Şəkərə baxdıq, bitdi. Yəni o informasiya bizə verə də bilər, verməyə də bilər. Ona görə də tam dəqiq olması üçün glikohemoglobin və bir də şəkər yükləmə testini məsləhət görürük. Təbii ki, bu da situasiyadan situasiyaya dəyişir, xəstədən xəstəyə dəyişir. Və ən yaxşısı odur ki, burada öncə bir həkimə görünün. Bəli. Bizdə doktor, söhbətin birini qoyub birini keçəcəm. Bizdə şəkərli diabet pasientlərinə baxanda biraz vətəndaş olaraq ürəyim ağrıyırmı deyim, onlara hirslənirəmmi deyim, bilmirəm bunun adını nə qoyum. Onlar elə bilirlər ki, vəziyyətin idarə olunması ancaq dövlətin verdiyi bir neçə həbdən ibarətdir. Niyəsə endokrinoloq həkimə getməyi sevmir bizim pasientlərimiz. Bəs bunun yarası var, xorası var, bunun gözə verdiyi zədəsi var, bövrəyə verdiyi zədəsi var. Yəni siz dövlət, çox sağ olsun dövlət bunu sizin üçün nəzərdə tutur, sizə bir dəstək olur maddi olaraq ki, dərmanı yaxşı, mən sənə verirəm. Yəni ən azından şəkərinə nəzarət elə. Axı aldığın dərmandan ibarət deyil sənin orqanizmin. Bəli, biz hər zaman onu bildiririk ki, şəkərli diabetin kontrol olunması ümumiyyətlə komanda işidir. Həkim və xəstənin komanda şəklində işləməsindən əmələ gəlir və burada da məsələ bu qədər mexaniki deyil. Yəni həkim resepti yazdı, xəstə də ona uyğun dərmanlar əldə və hər şey bitdi. Xeyr, əsla belə deyil. Sağlam həyat tərzi bir nömrəli məsələdir. Yəni xəstə mütləq... Bunu da təbii ki, yolunu sənə kim göstərəcək? Sənin sözünə silmənəsə bir ömür boyu dostun olacaq endokrinoloq həkimin göstərəcək. Bəli, endokrinoloq yol göstərir bununla bağlı və mütləq pasientlər də bu barədə məsuliyyətli olmalıdırlar ki, məsələ sadəcə dərmanla, iynə ilə bitmir. Bu ömür boyu insana olan bir yoldaşdır, belə deyim. Şəkərli diabetlə də doğru şəkildə yoldaşlıq eləməyi, amma onunla doğru şəkildə yoldaşlıq eləməyi bacarmaq lazımdır, yoxsa düşmənə çevrilir. Yəni, və bu yolda da mənim əzizlərim, ümumiyyətlə bizi dinləyən hal-hazırda şəkərli diabetdən əziyyət çəkən pasientlərimiz varsa, biləsiniz ki, bir endokrinoloq, mütləq bir endokrinoloq, gündə bir endokrinoloq niyə demirəm? Çünki bizdə bu da var. O doktordan razı qalmadım, sabah digər doktora gedirəm. İmkan verin bir doktora sizi axıra qədər müalicə eləsin. Çünki mənim həkimim deyə, orqanizmimizin həkimi deyə bir şey var. Sahə həkimləri niyə yaranır? Bax, bu sualı heç vaxt özümüzə vermirik. Sahə həkimləri niyə var? Çünki həmin həkimlər sizi tanıyırlar artıq. Ailəni tanıyır, sizin gen xəstəliklərinizi tanıyır, ailə xəstəliklərinizi bilir və təbii ki, sizə daha doğru yol göstərə bilir. Yəni, siz hər dəfə yeni bir həkimə üz tutanda, onlar sizi yenidən tanımağa çalışır, onlar sizi yenidən kəşf eləyir, yenidən orqanizminizi bilir və bu sürət sizə hər dəfə, belə deyə, zamanınız alır, hər dəfə farklı bir zaman alır. Doktora da çətindir, sizə də çətindir. Amma icazə vermirlər ki, bir həkim onları başdan ayağa sözün əsl mənasına anamnez eləsin, onu aşkar eləsin, analizləri, sən, bax, mənim pasientimsən artıq, buradan başlayırıq, bu istiqamətdə gedirik. Neyniyir? Gəlir bir yerə çatır. Yox, mən razı qalmadım. Yolunu dəyişir, dərmanları yarımçıq saxlayır, başqa həkimin yanına. Bunu eləməyin. Əslində özlərinə zərər eləyirlər belə hərəkətlə. Bu arada mən nömrələrimizi bir daha vurğulayım. Hafizə Vəlizadə studiyamızın qonağıdır, endokrinoloq doktorumuz, Ellab Diagnostikdə çalışır doktorumuz. Əlaqə saxlamaq istəyən dinləyicilərimiz 051-255-5700 nömrəsini yığa bilərlər. Bizimlə əlaqə saxlamaq istəyirsiniz, efirə sual vermək istəyirsinizsə 055-999-1055-i yığa bilərsiniz. Doktorumuz Tibb Universitetinin rezidenturasını keçib, Hacəttepe və Ankara tibb kurslarında isə təkmilləşməni bitirib. Qısa bir fasilə sonrası media doktor davam eləyəcək.
şəkərli diabetdən və onun ağırlaşmış formalarından da danışacağıq birazdan. Çünki nə xoş bizə ki, onu yaxşı idarə eləyərik, amma heyf ki belə deyil. Çünki bu yaralara qədər gedir, orqanların zədələnməsinə qədər gedir. Yaxşı şəkərli diabetdən əziyyət çəkənlər hansı orqanlarını daha həssaslıqla qorumalıdırlar? Niyə məsələn, bax onlar ürəyində hər hansı bir problem yarananda bilə bilmirlər. Bu barədə də danışacağıq. Media Doktor, sağlığın varlığında. Media Doktoru dinləyirsiniz. Sizinlə aparıcınız mənəm Sona Bunyina. Mənim həm söhbətim isə Hafizə Vəlizadədir. Endokrinoloq doktorumuz Ellab Diaqnostik Klinikasında çalışır. 051 255 57 00 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Telefon xəttində dinləyicimiz var. Dinləyə bilərikmi görək? Seyran bəy dedilər, telefon xəttində olmalıdır. Alo? Alo, salam, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun Seyran bəy, buyurun. Həkim də salamlayıram. Mənim atam şəkərli diabeti ağır gedişli. Allah şəfa versin. Sağ olun. Bizdə belə hallar baş verir. Düz, mənim atam 89-cu ildən şəkərdir. Belə hallar çoxdan başlayıb bizdə. Amma axırda ki, axır illərdə laf tez başımıza gəlir. Bu gipo vəziyyətinə düşür. Şəkəri düşür, məsəl üçün 53-ə, 40-a, özündə olmur, aqressiv olur, saxlaya bilmirik. Həmin an təcili yardımı çağırana qədər şəkər veririk ona, şirin çay veririk və yaxud da mürəbbə veririk ki, tez özünə gəlsin. Amma bu hal elə olur ki, bir damcı nəsə şirniyyat yeyən kimi, biraz nəsə şirniyyat yeyən kimi şəkər olur H1. H1'in məsəl üçün H1 olanda 10 vahid insultat vurur. Yəni 10 vahid elə də çox deyil. O səhər 20 vahid, 25 vahid insultat vurur. 10 vahid insultat vurur, yatır. Səhər ölçürü yenə 30, yenə 45. Ay can, illər ərzində həkimə dönmüşsünüz. Necə danışır tibb dili ilə? Doktor, sualınız varmı? Deməli, burada məsələ nədən ibarətdir? Seyran bəy, zəhmət olmasa gözləyin, qoymayın telefonu. Bu hallar yaşanır şəkərli diabet olan xəstələrdə, uzun müddət şəkərli diabet olanlarda da yaşanır. Şəkər düşmələri və qalxmaları bir-biri ilə növbələşir. Burada ilk eləməli olduğumuz şey təbii ki, həkimə müraciət eləməkdir və ümumi müalicəni gözdən keçirməkdir. İndi təbii ki, üzr istəyirəm, mənim atam həm də dializ xəstəsidir də. Bəli. Ürəklər zədələnib orada. Bəli. Bunun da kifayət qədər rolu var. Doktor, üzr istəyirəm, sizdən sizin sözünüzü kəsirəm. Mən istəyirəm ətraflı məlumat verim sizə və cavablar alım da. Mənim atama dializdə deyirlər ki, siz nə qədər müalicə eləyirsiniz, eləyin, onsuz dializ sizin bütün qanınızı yuyur və müalicələriniz hədər gedir. Yəni mən bilirəm ki, bu həkim məsuliyyətsizliyimi deyim, nəysə bir medsestradan, hansısa tibb bacısından alınan məsləhəti deyim. Atam da biraz yaşlıdır deyə, yəni inanır elə şeylərə. Biz özümüz də onu başa salmaqdan əziyyət çəkirik. Yəni 89-cu ildən bu işlərlə mübarizə aparırıq da. Bizdə ağır gedişlidir. Bir də ki, mən axırda deyirsiniz ki, mənim atamın şəkəri H1 olanda, onu komaya düşdüyü halda biz ona ilk yardımı necə göstərək? Yəni məsələn, şəkər düşəndə biz bilirik ki, tez şirin çay veririk, təcili yardıma zəng edirik, glikoza vurmaq olar. Yəni şəkərin qalxdığı halda biz ona ilk yardım necə eləyə bilərik, onu bilmirik. Aydındır. Mən bir-biri cavablandırım suallarınızı. Burada böyük ehtimalla dediyim kimi həkimə müraciət edib müalicəni gözdən keçirmək lazımdır ki, ümumiyyətlə pasiyent hansı preparatları istifadə edir. Yəni ola bilsin ki, müalicə üçün istifadə elədiyi preparatlar doğru seçim deyil. İkinci, xəstənin tez-tez şəkər düşmə halları yaşamasının səbəbi böyrək çatışmazlığıdır. Eyni zamanda da dializdir. Dializ prosedurunun özündə də xəstələrin şəkəri düşə bilir. Hətta məsləhət görürlər ki, dializə gedən bir pasiyent yanında şirin bir şey saxlasın ki, şəkəri düşə bilər deyə yesin. Yəni dializ kifayət qədər insanın şəkərlərini oynada bilir, daha çox da düşməyə meylli yaradır. Ona görə də yəni müalicə çox sıx
bir şəkildə təqib olunmalıdır və doğru şəkildə verilməlidir, ehtiyatla verilməlidir. İnsulin də verilirsə xəstəyə ehtiyatla verilməlidir. Bəli, şəkər düşmə halı yaşananda əgər huş itməyibsə, bu çox önəmlidir. Xəstənin huşu üzərindədirsə, onda ağızdan yəni şəkərli su yaxud da qənd belə bir şeylər qəbul edə bilər. Dedi dinləyicimiz ki, bunu eləyirik. Yaxşı dedi, huşu yoxdursa nə eləyək? Yəni huşu yoxdursa artıq xəstəxanaya müraciət etmək lazımdır. Çünki özləri bir şeylə bilməzlər. Bəli, çünki huşu olmayan bir şəkildə siz əgər pasiyentə içəcək ya da yeyəcək bir şey versəz, onu udmaya bilər, boğula bilər, səhvən ağciyərinə gedə bilər. Bu çox təhlükəli bir şeydir əgər huşu itibsə. Bəs şəkər yüksələndə nə etmək lazımdır? Şəkər yüksələndə biz ev şəraitində təbii ki, əgər xəstə həkimlə kontakt halındayıqsa, qısa təsirli insulin vura bilirik müvəqqəti olaraq. Onu tənzimləmək üçün, yəni əlavə vururuq. Amma yenə deyirəm, burada bu məsləhəti verməyim çox doğru olmaz. Çünki mən pasiyentlə birə-bir danışmamışam və onun istifadə elədiyi müalicələri ümumiyyətlə bilmirəm. Amma burada şəkər o HI deyirlər. O high deməkdir ingiliscə, yəni yüksək şəkər deməkdir. Bu high göstərirsə artıq böyük ehtimalla şəkər ölçülə bilməyəcək dərəcədədir. Yəni 500-lərdədir deməkdir. Burada diqqət etməli olduğumuz məsələ yenə də yanaşı əlamətlərdir. Çox üzr, necə Seyran bəy? 599-a qədər ölçür, 600-də haşt yazır. Bəli, bu indi qlükometrdən qlükometrə fərq var ölçüm olaraq. Yəni bilin ki, 500-dən aşağı deyil, yəni o high göstərirsə, sizdə yəqin ki, daha da yüksəkdir. Burada da mütləq diqqət etməli olduğumuz məqamlar var. O high göstərici ilə birlikdə ürək bulama, qusma varsa, huş itkisi varsa, insan huşu qaranlıqlaşırsa, burada da mütləq xəstəxanaya müraciət etmək lazımdır. Çünki artıq burada sadəcə şəkərin yüksəkliyindən söhbət getmir. Şəkər artıq yüksəlib orada başqa maddələrə, yəni sadə dildə desək, başqa maddələrə çevrilmə baş verir. Bu da artıq insanda huş bulanıqlığı, ürək bulanma, qusma, belə hallar yaşada bilər xəstədən xəstəyə dəyişərək. Yəni ümumi olaraq məsləhətim ola bilər ki, ümumiyyətlə yəni bir həkimlə bu müalicə gözdən keçirilməlidir. Seyran bəy, atanızı təqib eləyən, belə deyək, daima müalicə eləyən bir həkimi varmı? Əlbəttə var. 89-cu ildən mənim həkimi var. Şəhərində yaşayır. Həkimi nə deyir bəs? Bəs həkimi nə deyir bu vəziyyətə? Bilirsiniz, o həkim bilirsiniz, gelirsən şəkər yüksəkdir deyirsən, bir insulini biraz çoxaltmaq lazımdır. Şəkər aşağı düşür, insulinlə, yəni şəkər çoxdursa biraz çox vurmaq lazımdır. Az, amma indi doktorun dediyi kimi o ekstremal vəziyyətlər, hansı ki, H1 ekstremal vəziyyətləri vallahi Allah hamıya sağlıq versin. Biz həftədə 3 dəfə, 2 dəfə keçirdirik. Yəni ya 40-dan aşağı olur, 50 olur, ya da ki H-dan yuxarı olur da biz onu orta olaraq tənzimləyib bir həftə, yəni sakit, rahat yata bilmirik. Ya yuxarıdır, ya çox aşağıdır. Biz artıq buna öyrəşmişik. Ailəliklə nəinki atamın həyat tərzidir şəkər, bütün ailəmizin həyat tərzidir. Allah kömək olsun, Allah şəfa versin. Allah hamıdan sağlığı versin. Amma ki, çox sağ olsun, həkim məsləhət verdi. Bir də radio qulaq asacam, həkim harada işləyirsə, Ellab klinikasında çalışır. Ellab diagnostik. Ellab diagnostik. Bək, Nərmanovdadır doktor, eləmi? Bəli, bəli. Araqonov heykəli tərəfdə. Aşıq Molla Cümə küçəsi 44. Aşıq Molla Cümə küçəsi 44. 44 ünvanında. Aydındırmı ünvan sizin üçün? Aydındır. Doktorla əlaqə nömrəsində vurğulayacağım. 051 255 57 00 müraciət eləmək istəsəz. Doktorun adını bilirsiniz. Sizə mən gec qoşuldum. Hafizə Vəlizadə. Hafizə Vəlizadə. Tamam. Təşəkkür edirik. Çox sağ olun. Biz təşəkkür edirik. Çox sağ olun. Siz sağ olun diqqətiniz üçün. Təşəkkür. Sağ olun. Allah atasına da şəfa versin Seyran bəyin. Biz bugün deməli şəkərli diabetdən danışırıq. Görürsünüzmü doktor, necə hətta idarə olunmaz şəkərlər deyək. Sözünə sirənasda aqressiv gedişatlı. Çünki deyir, nəinki atam deyir, özümüz də elə qoşulmuşuq ona, hamımızın həyat tərzinə çevrilib. Doktor, bax məsələn, bu həddə gəlib çatmaması üçün nə etmək lazımdır? Biz günahkarıq mı bu həddə çatmasında? Bəli, günahkarıq deyə bilərik. Bunu nə mənada deyirik?
eləyirik. Şəkərin kontrolu vaxtında olmalıdır. Bəzən ilk aşkarlananda olur ki, xəstələr çox da ciddi qəbul eləmirlər şəkər kontrolunu. Çünki ilk zamanlarda bir ağırlaşma görmürlər. Amma inanın ki, zaman keçdikcə həqiqətən çox ciddi ağırlaşmalara səbəb olur. Həm insanın öz həyat keyfiyyətini, həm ətrafındakı insanların həyat keyfiyyətini çox pozur. Maddi və mənəvi olaraq çox böyük yük gətirir. Bəli. Ona görə də biz hər zaman məsləhət görürük ki, pasiyentlərə, necə deyirlər xalq dilində, haray bu başdan. Yəni bu başdan. Sos siqnalı bu başdadır. Bəli. Yəni bu başdan müalicələrimizi düzgün şəkildə həyata keçirək, həyat tərzimizə diqqət edək ki, sonra bu cür ağırlaşmalarla qarşılaşmayaq. Həm də doktor, bilirsinizmi, mən düz deyək, Allah bütün valideynlərə can sağlığı versin, amma insan bir yerdə övladlarını da düşünməlidir. Çünki bugün o qədər həyat tərzi qaça-qaçdır, narahatdır. Yəni maddi dünyadır. Yəni maddiyyatdan asılı bir həyatdır hal-hazırda. İnsanlar öz işinin, peşəsinin arxasıca qaçmaq məcburiyyətindədir. Yəni siz övladınızın da həyatına o qədər ciddi mane olursunuz ki, belə hallarla. Demirəm, bütün övladlar canını verər valideyn üçün. Söhbət bundan getmir. Amma məsələn mən nəyin şahid olmuşam ailələrdə? Tutalım sizin dediyiniz kimi təzə başlayıb baxır ki, övladı şəkərlər yaxşı deyil də, oynamağa başlayıb. Deyir ay ana ya da ay ata, gəlsənə məsələn tutalım evdə xəmir yeməyi eləməyək, başqa bir yemək eləyək. Ya sən qonaq gedəndə tort yeməyəsən, olmazmı? Görürsünüz ki, çox aqressiv qarşılayırlar bunu. Qəbul eləmək istəmirlər, təəssüflər olsun. Hətta heç unutmaram, yaxın iş yoldaşlarımdan birinin anasında var idi. Hətta gözünə görə həkim demişdi ki, şəkəri çox ciddi nəzarət etmək lazımdır. Gözəldən gedir. Gözəldən getdi yəni. Bəli. Yəni bunu siz təkcə özünüzə eləmədiniz axı, övladınıza da elədiniz. Yəni bəlkə bir yerlərdə təkcə özünüzü deyil də ətrafınızı düşünəsiz. Həmişə qəşəng bir söz var, deyir özünə qulluq eləmək əslində övladının yaxşılığını istəməkdir. Eyni ilə odur. Yəni az öncə də qeyd elədiyim kimi sadəcə insan özünə zərbə vurmur. Çox təəssüf ki, yəni yaxınlarımıza da müəyyən dərəcədə mənəvi təsir eləyir. Ona görə diqqət etmək lazımdır. Nəinki müəyyən dərəcədə, valla doktor, ciddi təsir eləyir. Doktor, belə deyək, ən çox zədələdiyi orqanlardan danışaq. Bax, görürsünüzmü, biz az öncə Seyran bəyin atası ilə də bağlı danışanda dedi ki, böyrək dializə gedib artıq. Hansı mərhələdə artıq nəzarətə başlamaq lazımdır ki, gözü, böyrəyi, yəni damarları vurmasın? Ümumiyyətlə, pasiyentlər bizə müraciət eləyəndə biz sadəcə onların bayaq dediyim şəkər analizlərini yoxlamırıq. Yəni qlikemoqlobin və digər analizləri yoxlamırıq. Biz şəkərin zərər verə biləcəyi orqanların qan analizlərinə də baxırıq. Ehtiyac olsa CD analizi və yaxud da digər instrumental müayinələri onları da nəzərdən keçiririk. Yəni bizim pasiyentlərimiz 3 və yaxud da 6 ayda bir bizə müraciət eləyəndə biz onların o dediyimiz böyrək dəyərlərinə məsələn hər zaman baxırıq ki, o nə səviyyədədir, vəziyyət necədir? Necədir? Fiziki müayinə ilə mütləq bütün orqanları da dəyərləndiririk ki, yəni hər hansı bir ağırlaşma varmı, yoxmu? Bunların hər biri üçün xüsusi müayinələr var. Məsələn, göz üçün göz dibi müayinəsi var. İldə bir dəfə məsləhət görürük. Əgər normal çıxarsa, ildə bir dəfə eləyəndən sonra onu 2 ildə birə də keçirmək olar. Yəni şəkərin öz dəyəri ilə yanaşı, onun verə biləcəyi ağırlaşmaları da periodik olaraq yoxlamaq lazımdır. Bəli, və biz də onu nəzarətdə saxlayırıq. Bir ağırlaşma gördükdə də müalicəni o həmin ağırlaşmaya yönəldirik. Yəni belə bir şey deyim. Gözdə varsa, yəni cərraha, böyrəkdə varsa uroloqa. Həm o şəkildə, həm də nəyi demək istəyirəm? Məsələn, böyrək problemi olan şəkərli diabetlilər üçün nəzərdə tutulan dərmanlar başqadır. Məsələn, ürək problemi olanlarda nəzərdə tutulanlar başqadır. Yəni orada artıq bizim preparat seçimimiz də yön dəyişdirir. Bəli. Bu çox önəmlidir. Bunu da diqqətdə saxlasınlar. Deməli, bugün bizim həmsöhbətimiz, daha doğrusu mənim həmsöhbətim endokrinoloq doktorumuz. El arasında hər kəs onları şəkər həkimi, zob həkimi kimi tanıyır, amma onlar endokrinoloqlardır. Endokrinoloq həkimlər şəkərli diabetdən əziyyət çəkən, hormonlarında hər hansı bir problem olan insanlar endokrinoloqlara üz tutmalıdır. Şəkərli diabetdən əziyyət çəkən istənilən insanın mütləq bir endokrinoloq dostu olmalıdır. Artıq həkimi demirəm. Çünki o həkimlə bir ömür yol gedəcək. Bir ömür nəzarət eləyəcək şəkərinə həmin doktorla. Hafizə Bəlizadə qonağımızdır. El-Lab Diaqnostik Klinikasında çalışır. Molla Cümə
Aşıq Mollar 44. Cümə 44 ünvanında və əlaqə nömrəsini diqqətinizə çatdırım. 051 255 57 00. Doktorla əlaqə saxlamaq üçün bir yerə qeyd edin. İndi doktorumuz efirdədir. Efir bitəndən sonra əlaqə saxlaya bilərsiniz. Amma efirimizə zəng eləmək istəyirsinizsə 055 999 1055 nömrəsini yığın, danışaq görək sizin şəkərli diabetlə bağlı hər hansı bir probleminiz varmı? Xəbəriniz olsun ki, Dünyada şəkərli diabetlə bağlı çox təhlükəli rəqəmlər səsləndirilir. Deyilir ki, hal-hazırda 580 milyondan çox insan şəkərli diabetdən əziyyət çəkir və bunu da bəzən saniyələrə hətta indirirlər ki, hər 9 saniyədə bir insan şəkərli diabet xəstəliyinə başlayır. Yəni orqanizmində şəkərli diabet artıq başlayır. Bir müddət öncə alimlər bunun öhdəsindən gəlmək üçün beta hüceyrələri yoxladılar və fikirləşdilər ki, mədə-altı vəzə beta hüceyrələrin kənardan köçürülməsi ilə onlar nəyəsə nail ola bilərlər. Amma təəssüflər olsun ki, bu özünü doğrultmadı. Sonradan bağırsaq hormonları ilə bağlı müalicələr dövrəyə girdi. Dedilər ki, onlar yaxşı nəticə verir. Bir ara doktorlarımız hətta onu təriflədilər də ki, bağırsaqlara verilən bəzi hormonlar şəkərli diabetə dəstək olur. Yəni bugün sonra bariatrik cərrahlar dövrəyə girdi ki, biz əməliyyat eləyiriksə artıq çəkili insanları, paralelində onların endokrin məsələləri də həll olunur. Yəni şəkərli diabetlə bağlı bugün sözün əsl mənasında elm baş sındırır. Necə eləyək ki, şəkərli diabetin qarşısını alaq? Çünki bu artıq bir pandemiya halı alıb, bunu bir pandemiya olaraq adlandırırlar. Doktor, belə deyək, şəkər yeni başlayanda insan qəti olaraq nəyə nəzarət eləməlidir? Ağırlaşmaması üçün. Bəli. Az öncə də qeyd elədiyimiz kimi burada proses çox şaxəlidir. Dərman müalicəsi ilə yanaşı sağlam həyat tərzinə mütləq diqqət etmək lazımdır. Mən bu sualı ona görə verdim ki, doktor, yenidən biz bu qidalanmaya da biraz gələk. Çünki elə bilirlər ki, dərman içib istədiyimi yeyə bilərəm. Bunu mütləq və mütləq vurğulamaq lazımdır. Sağlam həyat tərzi dedikdə nəzərdə tutduğumuz məsələ qidalanmadır. Qidalanmamıza diqqət etməliyik. Balanslı şəkildə qidalanmaq mütləqdir. Bu barədə bir çox diyetalar var. Biz diabetik boşqab modelini ən çox tətbiq eləyirik. Burada bir balanslı qidalanma var. Yəni həm zulal da var, karbohidrat da var, yəni yağlar da var. Balanslı qidalanma məsləhət görürük. Şəkəri çox sürətli qaldıran qidalardan uzaq durmalarını məsləhət görürük pasientlərin. Çəki artıqlığı məsələsinə mütləq nəzarət etmək lazımdır. Pasient ideal çəkisində olmalıdır. Çünki çəkinin artıq olması insulin rezistentliyini artırır. O az öncə dediyimiz qapını aça bilməmək məsələsi ki, insulin qlukoz üçün qapını aça bilmir. Çəki artıqlığı bu məsələni ağırlaşdırır. Və hətta mən deyim ki, məsələn, bizim xəstələrimiz gəlir ki, ölçürük təzyiqdə yüksəkdir, xolesterində yüksəkdir, şəkərdə yüksəkdir. Hərəsinə görə ayrı-ayrı dərmanlar içir. Amma biz həmişə onu vurğulayırıq ki, siz bir dənə çəki versəz, hamısı düzələcək. Böyük ehtimalla burada biz bir neçə dərmanı dayandıracağıq ümumiyyətlə, yaxud da azaldacağıq, dozasını düşürdəcəyik. Hətta doktor, bəzən deyirlər ki, çox qəşəng, disiplinli, özünə nəzarət edən şəkərli diabet xəstələri bir müddət sonra hətta şəkərin belə dərmanını içmirlər. Yəni bunu belə deyən həkimləri eşitmişəm. Yəni nə xoş o pasiyentə. Bunun təbii ki, doğruluq payı var. Şəkərli diabetin xüsusən də ilkin mərhələlərində çəki ilə bağlıdırsa, yəni o çəki verməklə o 3 aylıq şəkər dediyimiz analiz, yəni geri dönə bilər, normallaşa bilər, amma yenə də nəzarətdə saxlanılmalıdır pasiyent. Çünki ilərləyən yaşlarda sonra yenidən bunun üzə çıxması gündəmə gələ bilər. Amma yenə də, yəni düşünün ki, bu üzə çıxmanı da nə qədər gecikdirsək, yəni o qədər yaxşıdır. Və eyni zamanda da yəni üzə çıxsa da belə eləyəcəyimiz şey yenə sağlam həyat tərzidir. Yəni sağlam həyat tərzi istənilən halda var. Doktor, inan Allaha, 50'li yaşlarda şəkərli diabetin çox ağır versiyalarında çox pis vəziyyətə düşən insanlarda görmüşəm. Amma baxırsınız ki, maşallah 90'a yaxın yaşı var, şəkərli diabetdən əziyyət çəkir, amma çox sağlamdır. Nə göz zədələnməyib, nə məsələn yaralar yoxdur, nə böyrəkdə bir ciddi problem yoxdur. Düzdür, şəkər zamanla öz işini görür, amma o dərəcədə deyil. Adam yəni belə deyək, kiməsə möhtac olmadan həyatını yaşayır. Özünə görə həyatını yaşayan insanlar. Vaxtında kontrolla mümkündür.
Bəli, bəli. Vaxtında kontrol eləməklə hər şey mümkündür. Yəni bayaq ona görə dedim əslində. Siz dediniz ki, olmaz olsun elə bir yoldaş, Bəli. amma yəni yoldaş ola bilsə şəkərli diabetlə bunların hamısı mümkündür. Sağlam yaşlana bilərik. Bəli, Bəzən də o insanlar deyir ki, nə olsun, nə şəkər var, mən belə yaşamaq istəyirəm, istədiyim qədər yeyirəm, istədiyimi içirəm, amma yox, bunun nəticəsi isə yaxşı olmayacaq. Çünki məsələ şəkərlə yekunlaşmır axı. Məsələ odur ki, şəkər zamanla sizin orqanlarınızı zədələməyə başlayır. Bəli. Ayağınızda çürümələr başlayır, kobud deyəcəm. Yəni Bəli, bunun bəli. adı çürümədir. Baxacaqsınız böyrək işləmir artıq, gedib cihaza bağlı qalacaqsınız. Bəli, bəli. Baxacaqsınız göz görmür, kiməsə möhtaclıq niyə lazımdır? Halbuki siz bunları nəzarət eləyə bilərdiniz axı. Ciddi yaddaşsızlıq gətirir, paralelində özü ilə əsəbilik gətirir. Bəli. Bir də ki, o söz dinləməmək kimi bir xarakter olur şəkərli diabet pasientlərinin. Çox xahiş edirəm, birincisi həkiminizi dinləyin. İkincisi də ki, evdə uşaqları incitməyin. Yaxşı mənada incitməyin yəni onları. Bəli. Çünki onlar da sizin sağlamlığınızı istəyir. Kim istəyir ki, öz anasını, atasını xəstə görsün, kiməsə möhtac görsün? Vallahi heç kəs istəməz. Həm də bu qaça-qaça həyatda bir də özləri əziyyət çəkməyə başlayırlar axı. Çünki ürəkləri sizin yanınızda qalır. Bax görürsünüzmü, bayaq Seyran bəy danışır ki, deyir, bütün ailə artıq onun nəzarətindəyik ki, keşiyində dayanır ki, ay şəkər birdən-birə düşəcək ya da çox yuxarı rəqəmlərə qalxacaq, biz neyniyək? Hətta o həddə gəlib ki, necə müdaxilə eləyim deyə sizdən soruşur. Görün, neçə dəfələrlə rastlaşırlar o vəziyyətlə. Bəli, təbii ki, çox rastlaşırıq belə hallarla. Doktor, belə deyək, əgər artıq böyrək zədələnibsə, tutalım artıq dializ başlayıbsa və şəkərli diabeti paralelində davam edirsə, burada müalicəyə necə müdaxilələr olunur? Siz artıq uroloqla birlikdə işləməyə başlayırsınız. Necə nəzarət olunur? Çünki bir yandan siz dərmanı yazırsınız, bir yandan aparat, yəni o cihazlar yub çıxarır dərman orqanizmdən. Burada təbii ki, müalicə paralel şəkildə gedir. Böyrəklərə baxan həkim, belə deyim, nefroloqlardır. Bəli. Artıq dializ mərhələsində olan və böyrək çatışmazlığının son mərhələlərində olan pasientlər mütləq nefroloqa yönləndirilir. Böyrək problemi təzə başlayanda onu biz endokrinoloqlar da idarə edə bilirik yüngül formalarda. Amma bəzi göstərişlər var ki, orada onu böyrək həkiminə mütləq yönləndirmək lazımdır ki, prosesi o da aparır. Amma təbii olaraq dediyim kimi, böyrək problemi varsa artıq xəstənin, burada preparatların seçimi dəyişir ümumiyyətlə. Dərmanları dəyişir. Bəli, dərmanların dəyişilməsi, yenə deyirəm, bu da xəstədən xəstəyə dəyişə bilər. Dərman dəyişilə bilər. Vəziyyətdən asılı olaraq insulinə keçilə bilər. Məsələn, bəzi dərmanlar var ki, böyrəyin funksiyası müəyyən səviyyəyə düşdükdən sonra artıq onu istifadə eləmək olmaz. Yəni, çünki belə sadə dildə deyim, dərmanları parçalayıb orqanizmdən atan da yenə böyrəklərdir. Bəli. Yəni böyrək artıq işləmirsə dərmanı da parçalamır, dərman da uzun müddət qalır, o da şəkəri çox düşürdür. Yəni bu cür hallar da çox olur. Yəni tərsi də çox olur. Şəkərin belə deyək, lordildə oynaması olur. Bəli. Ona görə də artıq bu böyrək çatışmazlığının ağır formalarında, irəli formalarında müalicə mütləq gözdən keçirilir. Yəni böyrək çatışmazlığı nəzərə alınaraq verilir həmin müalicə. O şərtdir. Yoxsa elə bayaqki pasientimizdə olduğu kimi, yəni şəkər oynamaları qaçınılmazdır. Aynen da. Yəni sözün əsasında başınıza bəla olacaq. Doktor, bir də deyirlər ki, məsələn, şəkərli diabetdən əziyyət çəkən insanlar ən ağır mərhələdə infarkt belə keçirsələr bilmirlər. Niyə bilmirlər? Bu da çox maraqlı bir sualdır. Şəkərli diabetin ziyan verdiyi orqanlardan biri də sinirlərdir. Məsələn, diabetli xəstələrimizdə olur, gəlirlər, deyirlər ki, mən əlimdə, ayağımda uyuşuqluq hiss edirəm, keyləşmə var. Elə bil, həmin şey bunlara da aiddir. Ayaqlarında olur ki, yara olur, məsələn, heç hiss eləmirlər, xəbərləri yoxdur. Bəli, ağrısını biz ona görə də müayinələrdə mütləq xəstələrin corabını çıxardıb ayağına özümüz diqqətlə baxırıq. Bəlkə heç özünün xəbəri belə olmaya bilər orada yara olmasından. Ayaqyalın gəzməyi məsləhət görmürük. Çünki nəsə batar, xəbəri olmaz. Bu cür sinir problemləri yarana bilir. Və elə yəni hiss eləmədiyi üçün. Bəli, hiss eləməmə problemi. Bəli, hiss eləməmə problemi. Çünki sinir sistemində də, sinirlərdə də müəyyən dəyişikliklər baş verdiyinə görə. İnfarktın ağrısını da ona görə mi bilmirlər? Bəli, hiss eləməyə bilər ona görə. Çünki sinirlərdə müəyyən proseslər baş verir. İnfarktda o qədər şiddətli ağrı olur. Mən ondan, yəni sözün əsl mənasında bağıran insanı eşitmişəm ki,
infarkt keçirəndə Bəli, ondan bəli. necə bir səs çıxır? Nə dərəcədə sinir ölür ki, insan o ağrını bilmir? Bəli, mümkündür. Zədələnmə mümkündür ki, insan o ağrını bilməyə bilər. Ona görə də təbii ki, burada da diqqətli olmaq lazımdır. Yenə sözümüz gəlir, eyni yerə çıxır. Bəli, profilaktik şəkər kontrolu, profilaktik yoxlama, sadəcə şəkərin özü yoxdur, onun verə biləcəyi ağırlaşmaların da yoxlanması. Yəni bunlar şərtdir. Doktor, məsələn, şəkərli diabetdən əziyyət çəkən bir insan dursun, qalxsın, getsin, məsələn, ürəyini yoxlasın, böyrəyini yoxlasın, gözünü yoxlasın, belə mi olsun? Yəni bunun nəzarəti necə olmalıdır? Yoxsa həkim mi onları göndərməlidir? Həkim göndərməlidir. İlk öncə müraciət edəcəyi insanın, şəkərli diabet olan insanın müraciət edəcəyi yer endokrinoloqdur. Yəni o böyrəyini yoxlatmaq üçün özü ayrı bir həkimə getsə, ürəyə ayrı bir həkimə getsə, bunu çünki pasiyentin özü də seçə bilməyə bilər, bilə bilməyə bilər. Ola bilsin heç onun bəlkə böyrək həkimində təqib olunmasına ehtiyac yoxdur. Yəni ona görə də ilkin olaraq endokrinoloqa gəlməsini məsləhət görürük. Əgər orada çox ciddi bir məsələ varsa, bəli, onda ixtisası üzrə bir həkimə yönləndirilir. Amma yenə deyirəm, elə məsələlər olur ki, yüngül pozulmalar, ilk mərhələdə olan prosesləri, onları biz özümüz də rahatlıqla idarə edə bilirik. Bu endokrinoloqun qərarıdır. Xəstəni yönləndirib yönləndirməmək. Bəli, bəli. Doktor, bir də bu illərin fərqi məsələsi. Məsələn, deyə bilərikmi ki, məsələn, bir insan bir ildir, bildiyi bir ildir ya da 2 ildir şəkərli diabetdən əziyyət çəkir, onun orqanizmində zədələnmələr daha azdır. İnsan var ki, 15 ildir, 20 ildir şəkərli diabetdən əziyyət çəkir, onun bədəni daha sürətli, daha çox zədələnib. Bu illərin fərqi varmı? Bəli, illərin fərqi var. Çünki təbii ki, nə qədər uzun müddət insan şəkər yüksəkliyinə məruz qalırsa, bir o qədər də zədələnmə ehtimalı çoxalır. Amma təbii ki, burada bəzi faktorlar var. Məsələn, bir pasiyent düşünə bilər ki, onun 1 ildir şəkəri var. Amma əslində 1 ildir deyil. Məsələn, onun heç xəbəri yoxdur. Az öncə dediyik ki, məsələn, insan əlamətləri görməyə də bilər. Əslində bəlkə 5 ildir, 10 ildir, heç onu bilmir. Yaxud da 15 illik şəkəri olan insan ola bilər, amma o qədər, bayaq siz misal göstərdiniz, ideal şəkildə kontrolda saxlayıb ki, heç onun ağırlaşması yoxdur. Amma təbii ki, deyək ki, eyni situasiyada olan bir xəstə götürürüksə, təbii ki, uzun il şəkər yüksəkliyinə məruz qalmaq daha çox riskdir ağırlaşma baxımından. Ona görə bizə gələn pasiyentlərin də mütləq nə qədər müddətdir şəkər diaqnozunu bildiklərini soruşuruq. Orada belə yəni yanaşma dəyişir. Mən bir daha diqqətinə çatdırım dinləyicimizin ki, bugün mənim qonağım Hafizə Vəlizadədir, endokrinoloq doktorumuz, Ellab Diagnostikdə çalışır. Aşıq Molla Cümə 44 ünvanında 051 255 57 00 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Doktora müraciət etmək istəyən dinləyicilərimiz doktor Tibb Universitetinin rezidenturasını bitirib və rezidenturada olub Tibb Universitetində Hacəttepe və Ankara Tibb kurslarında isə təkmilləşmə keçib. Media Doktor. Sağlığın varlığındır. Media Doktor davam edir. Media Doktor'u dinləyirsiniz. Media Doktoru dinləyirsiniz. Qonağımız Hafizə Vəlizadə, sizinlə mənəm aparıcınız Sona Bunina. Endokrinoloq doktorumuzla biz bugün danışırıq şəkərli diabet və onun ağırlaşmalarından. Çox təəssüflər olsun ki, biz ağırlaşmalarla ölkəmizdə çox tez-tez rastlaşırıq. Yaxınlarda, qohumlarda, yəni istənilən nəsildə ən azı bir nəfər də olsun şəkərli diabet var bugün. Doktor, mən sual vermək istəyirəm bu ta uşaqlığından şəkərli diabetlə gələn insanlar barəsində. Çünki bunların arasında gənclər var, hələ həyata yeni başlayan insanlar var ki, onlar elə şəkərli diabetlə başlayırlar öz həyatlarına. Bəli. Onların da həyatda arzuları var. Oxumaq kimi, ailə qurmaq kimi, ana olmaq kimi, ata olmaq kimi. Bəzən görürsünüz ki, bizdə belə insanlara qarşı münasibət də bir mənalı olmur. Əşi şəkərli diabetdən əziyyət çəkən xanım ana ola bilməz deyə. Təəssüflər olsun ki, belə yanaşmalar da var. Bir peşəkar olaraq sizin fikirlərinizi eşitmək istəyirəm. Bəli, belə hallar da olur. Şəkərli diabet sadəcə yaşı çox olan insanlarda rast gəlinmir. Gənclərdə də rast gəlinə bilir və bu daha çox birinci tip şəkərli diabet dediyimiz bu tip diabet gənclərdə rast gəlinir. Amma burada da təbii ki, yenə eyni sözü deyəcəyik.
yəni kifayət qədər doğru kontrol olunursa, həm şəkər, həm onun ağırlaşmaları, şəkərli diabeti olan bir gənc xanım ana da ola bilər, yəni hamilə də qala bilər, uşağını dünyaya da gətirə bilər, sağlam şəkildə də böyüdə də bilər. Kifayət qədər belə tanıdıqlarımız, pasientlərimiz var ki, bəli, sağlam şəkildə öz həyatlarına davam edirlər. Doktor, onların övladında şəkərli diabet olurmu? Şəkərli diabeti olan bir ananın övladında da gələcəkdə diabet olma riski var, bəli. Çünki müəyyən dərəcədə genetik bir ötürülmə var. %100 olacaq deyə bir şey yoxdur, amma şəkərli diabetin genetik bir komponenti var. Yəni bu danılmazdır. Çünki mən ailələrdə çox görmüşəm, şəkərli diabeti olan xanımlarımız da gözəl ailələr qurublar, onların gözəl övladları da dünyaya gəlib, sağlam övladları da dünyaya gəlib. Ümumiyyətlə bugün elə bir zəmanədə yaşayırıq ki, heç birimiz heç bir xəstəlikdən sığortalanmamışıq. Əlbəttə. Çox yaxşı olar ki, heç bir ailədə, cəmiyyətdə də belə insanlara qarşı qınayıcı, onları sarsıdıcı bir şeylər etməyək, o sözləri deməyək, o fikirləri dilimizə gətirməyək. Heç də qəşəng deyil, heç də etik görünmür. Valla inanın, mən ailələrdə hələ nəinki şəkərli diabet, məsələn, düzdür, bizim bugün mövzumuz qaraciyər deyil, hepatitlərlə bağlı nə qədər ailələrdə faciələr yaşanır. Yəni ailələr ayrılırlar. Yəni sırf xəstəlik səbəbli. Yəni siz bugün hepatitə görə ayrıldınız, yaxşı, sən sağlam tərəfsən. Sabah kim səni sığortalayıb ki, sən gedib hardasa hepatitə yoluxmayacaqsan. Niyəsə bizdə bu məsələlərə qarşı biraz fikirlər hələ də kəskin olaraq qalmaqdadır. Allah heç bir ailədə tək ki xəstəliklə bağlı bir söhbət olmasını qismət eləməsin, amma bu məsələlərdə də bir-birimizə qarşı tolerant davranmağı bacarmalıyıq. Bu heç qəşəng səslənmir ki, kənardan insan şəkərli diabetdən əziyyət çəkən bir insana dilini uzatsın sözün əsl mənasıdır. Çünki hər kəsin haqqıdır. Ailə də qurmaq, ana da olmaq, valideyn də olmaq ya da oğlanlarımızın haqqıdır ata olmaq. Bəli. Və heç kəs demir ki, onlar bu zövqü, bu xoşbəxtliyi həyatda yaşamayacaq. Yaşayanlar da var. Qurmaq lazımdır bu stereotipləri yavaş-yavaş. Bəli, mütləq eləmək lazımdır və bunları da efirlərdən həmişə həkimlərimizlə danışanda çalışıram bu sosial tərəflərinə də çox toxunaq. Biz də fərqindəliyi ilə buna görə artırmağa çalışırıq ki, insanlar başa düşsün ki, yəni buna görə söhbət etməyə dəyməz. Söhbət etmək, təbii ki, indi hər ailənin öz seçimidir, hər ailənin öz dəyərləri var, ona bir şey demək olmaz. Amma yenə də qeyd edeyim ki, mümkünatı olmayan bir şey yoxdur. Yəni onu demək istəyirəm ki, bu cür insanlar da sağlam həyat tərzi keçirə bilərlər, sağlam uşaq dünyaya gətirə bilərlər. Yəni bu bir əngəl deyil. Yəni onu deyək. Düzdür, bugün dövlətimizdə də nikahdan öncə bir çox xəstəliklərin yoxlanışı aparılır, qohum evliliklərinə son qoyuldu artıq ki, artıq ciddi o dominant genlərin birləşməsi olmasın, xəstəliklər üzə çıxmasın və s. Amma bu kimi məsələlərdə də biraz vətəndaş olaraq, insan olaraq biraz həssas davranmalıyıq. O insanları, necə deyək, həyatımıza almışıqsa, onlara sevdiyimiz demişiksə, məncə onların səfası üçün cəfasına da dözmək lazımdır. Valla inanın, mən məsələn hepatitdən əziyyət çəkən xanımlar tanıyıram ki, o qədər sağlam, gözəl övladlar dünyaya gətiriblər. Bugün tipdə mümkünsüz heç nə yoxdur. Yetər ki, siz istəyin. Yetər ki, sizin könlünüz o insanda olsun, sonrası düzəlir. Çünki heç kəs heç nədən sığortalanmayıb həyatda. Çox sağlam insan ola bilərik, avtoqəza keçirərik, başımıza ondan da betər iş gələr. Yəni, bu məsələlər diqqətinizdə olsun. Doktor, mən istəyirəm bir ümumi hormonal məsələlərə də toxunaq. Bugün daha çox hansı hormonal xəstəlikləri görürsünüz öz təcrübənizdə, şəkərdən əlavə? Bizim ən çox praktikamızda bizə müraciət edir pasientlər. Şəkərli diabetlə bağlı, bu bir mənalıdır. Tiroid, yəni el arasında zob dediyimiz qalxanvari vəzin xəstəlikləri və çəki artıqlığı ilə bağlı. Təbii ki, digər az öncə proqramın əvvəlində də sadaladıq, başqa sahələrdə baxırıq. O sahələr üzrə müraciətlər olur. Amma ən çox mən deyərdim ki, şəxsən mənim praktikamda şəkər, tiroid, yəni qalxanməzər vəz xəstəlikləri və çəki artıqlığı ilə müraciətlər olur. Ən çox bunları görürük. Belə deyək, nisbətə baxanda qadın-kişi fərqi varmı? Məsələn, qalxanməzər vəz xəstəlikləri ilə bağlı daha çox qadınlar gəlir bizə. Orada həqiqətən də yəni belə bir tibbi sübutlar da var. Yəni statistik olaraq da görünür. Tiroid xəstəlikləri çox zaman qadınlarda daha ön planda olur.
şəkərli diabetlə bağlı qadınlar da gəlir, kişilər də gəlir. Çəki artıqlığı ilə də bağlı xanımlar və kişilər gəlir, amma deyərdim ki, yəqin biraz xarici görünüş məsələsi ilə bağlı olaraq ki, biz xanımlar daha diqqətliyik görünüşümüzə, biraz sağlamlıq baxımı ilə, yəni sağlamlıqla yanaşı görünüş olaraq da bəzən xanımların narahat etdiyi üçün çəki artıqlığı ilə də məncə, yəni nisbət olaraq baxsam daha çox xanımların müraciətini görürəm. Bu arada o çəki artıqlığına dediniz, mən bunu dinləyicilərimizin, xüsusən də xanımlarımızın diqqətinə çatdırım. Bəzən deyirlər ki, yox, mən çox yemək yemirəm, su belə içsəm kökəlirəm, çəki alıram. Bax, əziz xanımlar, əgər bu sözləri dilinizə gətirirsinizsə və nə edirəmsə edim, arıqlaya bilmirəm deyirsinizsə, mütləq endokrinoloqa gedin. Çünki bəzən görürsünüz o endokrinoloji məsələlərdə müayinə və müdaxilədən sonra xanımlar çox rahatlıqla çəki verirlər. Bəli. Çünki bu bəzən çəki deyil, ödemlərə bağlı olduğu üçün çox sürətlə də geri dönür orqanizm. Yəni müalicədən sonra o qədər gözəl nəticə alınır. Bəli, hormonal bir səbəb ola bilir bəzən onların altında. Hətta özləri də inanmırlar ki, necə ola bilər? O hormonal səbəbi aradan qaldırdıqdan sonra insan çəki verə bilir. Yəni belə hallarla bəli qarşılaşırıq. Hətta mən endokrin doktorlarımızın, endokrinologiya ilə məşğul olan doktorlarımızın səhifələrində görmüşəm. Hətta tərəzidə o çəkilərin necə getdiyini fasiləli olaraq. Məsələn, 1 ay sonrası necədir, 2 ay sonrası necədir? Yəni o zaman kəsiyinin necə gözəl bir formada saat kimi işlədiyini çəkib paylaşırlar. Və doktor, Instagram hesabınız varmı? Bəli, var. Bunu da deyək. Elə Hafizə Vəlizadədirmi? Bəli, doktor Hafizə Vəlizadə. Doktor Hafizə Vəlizadə. Doktorun belə deyək, Instagram hesabından da daxil olaraq səhifəsini də izləyə bilərsiniz. Tibb Universitetində rezidenturanı bitirib doktorumuz Hacət Təpə və Ankara Tibb kurslarında isə təkmilləşmə keçib hal-hazırda Aşıq Molla Cümə 44 ünvanında yerləşən El-Lab Diagnostik klinikasında çalışır. Bu arada klinikada olmuşam. Çox qəşəng klinikadır. Hətta zamanında orada müayinə olunmuşam. Çox operativ, çox dəqiq və səliqəli işləyirlər bu arada. Getmək istəyənlərə deyim onu. Hafizə Vəlizadədir. Doktorumuz endokrinoloq doktorumuz. El arasında şəkər həkimi deyirsiniz onlara, zob həkimi deyirsiniz, amma onlar endokrinoloqlardır. Əslində bu polikistozdan əziyyət çəkən insanlar, xüsusilə xanımlarımızdan gedir söhbət. Polikistozdan əziyyət çəkirlər, aybaşı problemləri yaşayırlar, menstrual siklin dəyişilməsi, gecikməsi, çoxalması və s. Bunlar da çox vaxt hormonlara bağlı ola bilir. Zob xəstəliklərində, Hashimoto xəstəliyində çəki verə bilmirsinizsə, hətta arıq olmaqda da bildiyim qədərilə hədsiz dərəcədə arıq olmağa da siz baxa bilirsiniz. Yəni bir çox problemlər var ki, bunların böyrək üstü vəzin xəstəlikləri, məd-altı vəzin xəstəlikləri, sonra prolaktinlər, emməyən prolaktinlər, xanımlarımızın ən çox yaşadıkları prolaktinlə bağlı problemlər. Yəni say bitməyən problemlər var ki, bunların hər birinin həlli məhz endokrinoloqlardadır. Onlar həmin məsələlərə nəzarət eləyirlər və həqiqətən də nəzarət çox yaxşı olur nəticəsi. Bəzən o paratiroid deyirlər, qalxanvarin ətraf vəzlər. Onların özünün belə hormonlarının dəyişilməsi o qədər ciddi nəticələrə gətirib çıxarır. Təsəvvür eləyin, mərci boydadılar. Bəli, çox kiçik vəzlər olmalarına baxmayaraq çox ciddi funksiyaları var. Bəli, ona görə də onların belə insan orqanizmində əhəmiyyəti çox böyükdür. Bəli, amma bunu çox insan bilmir ki, məsələn, bəzi böyrək xəstəliklərində, böyrək daşı xəstəliklərində, hətta məsələn, dərinin problemlərində, saç tökülməsində, dırnaqların yaxşı olmamasında, həzmsizlikdə gedib hər yerdə həkimləri gəzirsiniz, amma o hormonlar yada düşmür. Bəlkə bir hormonlardadır bir məsələ. Doktor, sizə təşəkkür edirəm. Bizə ayrılan zaman yavaş-yavaş yekunlaşır. Bir daha vurğulayım ki, 14 noyabr Dünya Səhiyyə Təşkilatında diabetlə mübarizə günü kimi yaddaşlardadır və biz də bugün Hafizə xanımla birlikdə çalışdıq ki, şəkərli diabetə diqqət çəkək, onun ağırlaşmalarından danışaq və təbii ki, insanları sağlam həyat tərzinə səsləyək. İlkin o əlamətlərdə həkimə getmək üçün səsləyək sizi. Tək ki, şəkərli diabetsiz deyə bir diaqnoz sizə qoyulmasın, amma əgər başlayıbsa bu vəziyyət, nəzarətdə saxlamaq önəmlidir. Bəli. Doktor, təşəkkür edeyim. Mən də təşəkkür edirəm dəvətinizə görə. İnşallah ki, faydalı oldu. Minnətdarıq, əlbəttə faydalı oldu. Əminəm ki, bugün danışdıqlarımızdan dinləyicilərimiz çox şeylər götürdülər özləri üçün də. Biz ayrılan zaman yekunlaşır. Sizinlə aparıcınız mən idim Sona Bunina. Media FM-də qalın. Media Doktor
sağlığın varlığındır.